Baxın, inci gözəl bir ibadətdən danışacağım sizə. Buna hamımızın ehtiyacı var. Mənim, sizin, hər kəsin. Yaşlı, qoca, gənc, ailəli, evlənməyən, hər kəs. Duasını, qəbulunu gözləyən, duasının cavabını gözləyən hər kəsin ehtiyacı var. Baxın, nədir? Ən yaxşı ibadət çıxış yolunu gözləmək. Dua etmirsən, Allah Taala'dan xeyir gözləyirsən. Sən bu gözlədiyin müddətdə ibadətdəsən. Bilirdiniz bunu? Bir dua etdin, altdan bir şey istədin və istədiyini gözləyirsən. Və bu uzansa da, nə qədər uzansa da, tez də gəlsə, bu gözlədiyin müddətdə sən ibadətdəsən. Niyə? Çünki sən ümidlisən ki, Rəbbin sən istəyini verəcək. Rəbbindən ümidli olduğuna görə Allah Teala sən o gözlədiyin günləri, saatları, bəlkə ayları, bəlkə illəri ibadətə çevirir. Baxın, nə deyir Quran-ı Kərimdə? Şübhəsiz ki, çətinliklə birlikdə bir asanlıq vardır. Həqiqətən, çətinliklə birlikdə bir asanlıq vardır. Şərh surəsi 5-6-cı ayə.